Bayaq dediyim kimi bu avtomobildə iki fərqli 16 klapanlı mühərrikdən istifadə edilib, Cosworth versiyaları. Videonun ilerleyen dəqiqələrində bu versiyalardan bəhs edəcəyəm. 190 əslində Mercedes-Benz'in DTM yarışlarına qatılmaq üçün istehsal etdiyi bir model idi. Standart versiya yox, əlbəttə ki, dediyim o iki xüsusi versiya DTM yarışlarında istifadə edilib, Cosworth tərəfindən modifikasiya edilib. DTM sadəcə arxadan çəkər Alman avtomobillərinin yarışdığı bir yarış departamenti. Dediyim kimi Mercedes bura qatılmaq üçün 2 ədəd xüsusi versiyanı iləri sürdü ki, tək başına yox, Cosworth ilə birlikdə bu modelləri istehsal edib. Bunların 2.3 Cosworth və 2.5 Cosworth olaraq adlandırılırdı. Arxasında zaten 2.3 16V və ya 2.5 16V yazısını görə bilirdik. Yan, ön, arxa liplər, arxada kiçik bir spoiler kimi artırmalar var idi. Ən əsasda mühərrik tuning olunmuşdu. Hər ikisi 2.3 və 2.5 litrəlik mühərriklər. Hər ikisi M102 kodlu mühərrikin tuning edilmiş versiyaları idi. Üst qapaq xüsusilə çox yüksək miqdarda tuning edilmiş.